İlahi, bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurun təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyi bizə nəsib elə. İlah, o kəslər ki, bizdən dua istəyib, o qardaş bacılarımın dualarını qəbul elə. Allah, səni Zəhra, səni Zəhra. İmam Hüseyin şəfaətindən bizləri məhrum eləmə. İmam Hüseyin ərbəyin ziyarətini bizlərə nəsib elə. İmam Hüseynin kərbəlasını bizlərə nəsib elə. İlahi, nəslimizdə Hüseyin düşməni qərar vermə. İlahi, xəstələrimizə tezliklə şifayı acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi, ekran qarşısına əyləşənlər, onların qəlblərində nə dualar varsa, onların hacətdən onlardan qəbul elə. Kərbəla şəhidlərimizi Kərbəla şəhidlərindən məhşur elə. Onların yaxınları, ailələri, övladları qəlblərinə hüzur və aramlıq nasıl elə. Peyğəmbər və əhl-i beytinə salavat şükürlər. Allahümmə salli alə Muhammed və alə.